Herkese salamlar. Almanya ölkəsindən, Frankfurt şəhərindən. Hər kəsə salamlarım var. Dostlar, qardaşa qismət olası belə bir vitam var. Gətirib Azərbaycana rastlamış gedib təlfi verə bilərəm. Polqırzavoy 4+1 tam ideal vəziyyətdə bir maşındır. Öncədən deyim, best kraskadır. Yəni maşının best kraska olmağına tam cavabdeyəm. İl 2019 Mercedes-Benz Vita 119, 114 değil, 119, 136 at gücü 2.2 siday. Bilənlər bilir. 114 motorun valları Azərbaycanda problem yaşadı. O da Selerkiyə görədir. Amma bu motorlarda elə şey yoxdur. Tam ideal vəziyyətdədir. Stenkalara üzlük çəkilib, üzlüyünü özüm yoxlamışam. Açıb yoxlamışam. Heç bir cırığı söküyü yoxdur. Maşını 54 kilometrdə Nemes gözü alıb sürüb. Ta bugünkü günə kimi sənədində də göstərir birinci adam olduğunu. İndi satma səbəbi maşın 334 mindədir. Deyir ki, 300 mindən sonra bizim ölkəmizdə maşını sürmürük, köhnəlmiş sayırıq. 216 euro verib aydan aya bunun 2024-ünü alıb sürəcəm deyir. Ona görə də maşını satır. Maşını sürüb yoxlamışam, kompüter eləmişəm. Opsiya maşının kraskasını yoxlamışam, best kraska olmağına tam əminəm. Moz Karovka motor heç bir problem yoxdur, cavabdeyəm. 17'lik disk təkər, led faralar, zolaqlara nəzarət, klip kontrol, yeni nəsil magnetofon, multirol, cam sədəsin, park radarı, ön arxa park radarları, çox şeyləri var. Yəni mən burada durub bunları sadaladırsam, öndən çarpılma, yəni istəsən də qarşıdakı maşına dəymirsən, öz avtomatik tormozlayır. Avtomat Karovka tam ideal vəziyyətdə bir maşındır. İstəyən varsa 055 252 72 79 nömrəsindən əlaqə saxlaya bilər. WhatsAppdan, hazırda mən Almaniyadayam. Ona görə WhatsAppdan əlaqə saxlayın. Azərbaycana rastlamış, Azərbaycan nömrəsi bir yerdə 48.000 manata təhvil verə bilərəm. Çatdırıb təhvil verə bilərəm. Kim istəsə buyursun, yazsın. Yenə deyim, dostlar, qardaşlar, qismət olası bir maşındır. Təkər bugünkü gündə maşının heç bir rasxodu yoxdur. Zaten gələndə də özüm yağını dəyişib gəlirəm. Gələndə də yağ da yatırıram ki, bir müddət Nemesin yağından sürülsün. Motor xanasında heç bir belə, nə bilim, yağ axıdan yer, nəsə bir şey, səlqəli bir maşındır. Bu da öndən baxışım. Mercedes. Xahiş edirəm, bu Çinin o bıyıdı mıydısa, canqancunqalındı, nə bilmirəm, adını da bilmirəm. Heç mən o maşınlardan maraqlanmıram. Mercedes onlardan tay tutmayın. Mercedes şahdır. Alman keyfiyyətidir. Alman keyfiyyətində hələ nə Yaponun, nə bilim o Hyundai gəlib Alman keyfiyyətinə çata bilməz. Mercedesdir. İstəyən olsa bir daha təkrar edirəm. 055 252 72 79 WhatsAppda əlaqə saxlaya bilərsiniz. Maşında öz sinifinə uyğun olaraq hər şey var. Yəni magnetofon da zavodskoy magnetofonudur. Sonradan qoyulma deyil. Zavod istehsalıdır. Nemes istehsalıdır. Hər kəsə bir daha xoş günlər, xoş anlar arzu edirəm. İnşallah kim istəsə yazıb əlaqə saxlaya bilər. Allah alana da, satana da xeyir versin. Çox sağ olun. Vaxt ayırıb vaxtınıza görə təşəkkür edirəm.